CNN Türk'ten merhaba değerli izleyenler. Şu anda CNN Türk olarak Azerbaycan Bakü'deyiz ve Karabağ Zaferi'nin ardından Azerbaycan'da nasıl bir denge olacak? İşte merak edilen tüm soruları Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'e soracağız. Öncelikle ev sahipliğiniz için çok teşekkürler Sayın Aliyev. Hoş geldiniz. Hoş bulduk. Şimdi 30 yıldır işgal edilen bir bölgeydi aslında ve 30 yılın sonunda ilk defa hem zafer elde edildi hem de bu sorunun çözümüne çok yaklaşıldı. Siz bu durumu nasıl değerlendiriyorsunuz? Bu bizim için tarihi bir zəfərdir. Çünki qeyd etdiyiniz kimi 30 il ərzində torpaqlarımız işğal altındaydı. Bu böyük ədalətsizlik idi və bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan bir durum idi. Və maalesef 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı. Fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırsa, deməli bu məsələnin dondurulması sürəci gedir. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik və son illər ərzində dəfələrlə mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Nəyin baxasına olursa olsun, öz doğma torpaqlarını işğalçılardan azad edəcək. Və belə də oldu. Dediyim sözlər həyatda da öz yerini tutdu və Azərbaycan Qurtuluş Savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlarımızdan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. Şimdi barışmayacak diyorsunuz ama Ermenistan hep saldırgan bir tavır sergiledi. En son sivil bölgelere de ateş açması aslında Azerbaycan'ı biraz tahrik edebilirdi. Ancak Azerbaycan çok sabırlı, özverili bir tutum sergiledi ve aynı karşılığı onlara vermedi. Bu konu hakkında siz nasıl bir yol izliyorsunuz? Doğrudur. Yəni, müzakirə sürəci çərçivəsində də Ermənistan daima bizə qarşı hərbi təhribatlar, yəni provokasyonlar törədirdi. Və müzakirə sürəcinin müxtəlif aşamalarında biz bunu görürdük. Biraz danışıqlar sürəcində tərəqqi olan kimi dərhal hərbi təhribat, provokasyon törədilirdi. Bizə saldırırdı, mülki, sivil əhaliyə saldırırdı və danışıqları pozurdu. Və 2-ci Qarabağ Savaşından öncə Temmuz və Ağustos aylarında da buna oxşar hərbi saldırıda bulundu və Temmuz ayında bizim sivilləri və hərbiçiləri artilleriya ateşinə tutdu və bunun nəticəsində bizdə itkilər olmuşdur. Ağustos ayında isə sabotaj qrupunu Azərbaycana göndərmiş və burada terror aktlarını törətməyə cəhd etmişdir. O sabotaj qrupu da zərərsizləşdirildi, etkisiz hala gətirildi. Ondan sonra da Eylül ayında bildiyiniz kimi yenə də bizim köylərimizi və hərbi mövqelərimizi ateşə tutmuşdu. Bunun nəticəsində müharibənin ilk günündə bizdə sivillər arasında və hərbiçilər arasında itkilər, şəhidlər olmuşdur. Və təbii olaraq buna artıq son qoyulmalıydı və qoyuldu. Və 2-ci Qarabağ Savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdır. 44 gün ərzində hər gün biz irəli gedirdik. Bir gün belə geri addım atmadıq. Hətta manevra etmə məqsədi ilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq üçün və sivillərə böyük zərər vermək üçün bizim şəhər və köylərimizi daima ateşə tuturdu.
ballistik füzelərlə, artilleriya qurğularından istifadə edərək və bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və çocuklar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdu. Tərtər şəhərinə, o qədər də böyük şəhər deyil, 20 minə yaxın füzə düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrabalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, bu qeyri-insani davranış da onlara heç bir xeyir, mənfəət gətirmədi. Sadəcə olaraq dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik. Onun üçün Ermənistan tərəfində sivillər arasında itkilər çox azdır. Hardasa 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edən sivillərdir. Çünki orada o video kadrlarda var. Bəzi artilleriya qurğuların yanında biz görürdük ki, sivillər də var və təbii ki, bizim atəşimiz ora düşəndə sivillər də həyatlarını kaybedirdi. Qarabağ bölgəsində ermənilərin işğal altındakı olan yerlərdə və onların yaşadıkları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bir də onu göstərir ki, biz müharibəni də, savaşı da ləyaqətlə aparmışdıq və savaşa xas olan bütün kurallara riayət etmişdik. Şimdi biz buradaki süreçte CNN Türk olarak halkla da görüştük. Şuşa'dan, Ağdam'dan, Cebrail'dan, yine diğer rayonlardan. Hepsi yıllarca yurt hasretini içinde taşımış. Hepsi şu anda oralara gitmek, tekrar öz yurtlarına, topraklarına geri dönmek, sadece ziyaret etmek isterler. Siz bu konu hakkında, şimdi bu millet çok acılar çekmiş. İnşallah bundan sonra yüzleri hep güler. İnşallah bir daha böyle bir acı yaşanmaz. Siz peki ne söylemek istersiniz? Əlbəttə ki, onların sevinci bizim sevincimizdir və mənim üçün ən sevincli günlər onların sevincini görməkdir. Və 30 il vətən həsrəti ilə yaşamış insanlar təbii ki, tezliklə öz yurtlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binalar işğal dövründə erməni vəhşiləri yerlə bir etmişdilər. Füzuli şəhəri də həmçinin. Digər şəhərlər, bütün köylər, yol boyunca insanlar 100 kilometrlə yolu qət edir və görür ki, sağ-sol hər tərəf dağılmış. Yəni, qayıtmağa yer yoxdur. Və eyni zamanda orada ermənilər 100 minlərcə mayinlər döşəmişdilər. Və müharibə başa çatandan sonra 10 Kasım tarixindən bu günə qədər 150-dən çox sivil və hərbiçi minalarda ya həlak oldu, öldü, ya da ki, öz sağlamlığını itirdi. Ona görə mina təmizləmə işi getməlidir və gedir. Və Ermənistan bizə mayinlər xəritələrini də vermir. Və son aşamada verilən xəritələrin dəqiqliyi cəmi %25%'dir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Və insanların həyatını risk altına ata bilmərik biz. Ona görə indi azad edilmiş torpaqlarda, Qarabağda və Şərqi Zəngəzurda həm mayinlərdən təmizləmə işləri gedir, eyni zamanda altyapı işləri sürətlə gedir. Siz indi oraya gedəndə görəcəksiniz. Böyük altyapı projeləri, yollar, elektrik xətləri, su xətləri,
hava limanları, dəmir yolları, yəni bunlar olmadan oraya həyat qayıda bilməz. Və eyni zamanda artıq Ağdam şəhərinin baş planı da təsdiqləndi. 28 may tarixində bizim bağımsızlıq, müstəqillik günündə və orada artıq işlər başlayır. Biz indi o bölgələrə jurnalistləri, ictimai xadimləri, digər yerli və xarici vətəndaşları dəvət edirik və getməyə imkanlar yaradırıq və yaxın gələcəkdə eyni zamanda o yerlərdə yaşamış insanları da oraya biz aparacağıq ki, onlar görsünlər o yerləri. Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o torpaqları dağıdırdılar və bugün oranı bərpa etmək əlbəttə ki, vaxt tələb edir. Bizim əsas rəqibimiz burada zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun imarı üçün, bərpası üçün kifayət qədər vəsait, yəni maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma əsas bizim rəqibimiz zamandır və burada da hər kəs anlamalıdır ki, zamana ehtiyac var. Amma ən qısa müddət ərzində biz vətəndaşlarımızı qaytaracağıq. Birinci pilot proje artıq gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir proje bu ilin sonuna ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Və bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi və yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq. Şimdi işin Ermenistan boyutunu da konuşmak isterim. Kaybetmesine rağmen Nikol Paşinyan tekrar seçildi. Bundan sonraki süreçte Azerbaycan ve Ermenistan ilişkisi hangi koşullarda nasıl bir sürece girer? Bunu deməyə çox zordur, çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik və mən açıq birkaç dəfə öz sözümü demişdim ki, biz istəyirik ki, Ermənistanla sülh müqaviləsi imzalansın, yəni barış anlaşması imzalansın. Ermənistan və Azərbaycan bir-birlərinin torpaq bütövlüyünü tanısınlar və sərhədlərin, yəni sınırların delimitasiyası, yəni müəyyən edilməsi sürəci də başlasın. Ancaq Ermənistandan bugünə qədər olumlu cavab almamışıq və belə görünür ki, Ermənistan buna hazır deyil ya da ki, bunun əleyhinədir. Mən söylədim ki, bu böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi əbədi masa üzərində saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan torpaq bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzun müddətli sülh, barış gələcək. Biz bunu istəyirik və eyni zamanda buna nail olmaq üçün konkret təkliflər də indi masa üzərindədir. Yolların açılması, Zəngəzur koridorunun yaradılması, bütün ticarət əlaqələrinin bərpası. Yəni, Güney Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın maraqlarına da cavab verir. Çünki Zəngəzur koridoru onların da maraqlarına xidmət edəcək. Çünki onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə irtibat yarada bilərlər. Bugünə qədər bu irtibat yoxdur. Və bunlar üçün də yeni fürsətlər ortaya çıxacaq.
Ancaq Ermənistanda aşırı millətçilik, türkəfobiya, Azərbaycanofobiya, İslamofobiya o dərəcədə insanların beyinlərini zəhərləyib və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bununla istəsələr də dilə gətirə bilmirlər. Ermənistan təbii ki, indi çox zor bir psixoloji durumdadır. Cəmiyyət və yönetim. Çünki onların 30 il ərzindəki ideoloji sütunları darmadağın edildi. Mifologiya darmadağın edildi. Erməni ordusunun müzəffər ordu olmasını biz yerlə bir etdik 44 gün ərzində. Onların ərazi iddiaları məhv edildi. Aslında onların 5 yılda işgal ettiği toprakları 44 günde geri aldınız. Tabii, əlbəttə. Və çox zor bir şəraitdə siz indi gedib görəcəksiniz. Onlar 6 xət istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət və qəhrəmanlıq tələb edirdi. Bizim hərbiçilərimiz ölümə gedirdilər. Və eyni zamanda o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər. Biz isə aşağıdan getməliydik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır. Onun hakkındaki fikirlerinizi de ben soracaktım. Evet. Şuşa ile ilgili çünkü özellikle babanızın vasiyeti vardı. Evet. Babamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi. Bütün o vaxt işğal altında olan torpaqlarla var idi və Şuşa alınandan sonra mən babamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Və mənim həyatımda bəlkə də ən mutlu günlərindən birini yaşadım. Və Şuşa əlbəttə ki, hər Azərbaycanlı üçün doğma, əziz şəhərdir. Böyük rəmzi məna daşıyır. Və təsadüfi deyil ki, Şuşanı mən Azərbaycanın mədəniyyət paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də Şuşa qədər mənim üçün və bütün Azərbaycan xalqı üçün əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməliydik. Bizim borcumuz idi. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında və borcu biz şərəflə yerinə yetirdik. Şimdi biraz önce Zengezur'dan çok bahsedildi. Orada bir koridorun, dehlizin açılması aslında Türkiye ile olan ekonomik ilişkileri de güçlendirebilir mi? Əlbəttə və bu koridorun açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycan Türkiyə ilə yeni bir nəqliyyat, ulaşdırma projesi ilə birləşəcək. Bildiyiniz kimi 4 il bundan əvvəl Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış törəni olmuşdur və biz dəmir yolları ilə Türkiyə ilə birləşdik. Zəngəzur koridoru isə ikinci bir birləşmə istiqaməti olacaq və beləliklə bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Özərk Cümhuriyyəti ilə də dəmir yolu ilə birləşəcək və eyni zamanda biz tələb edirik ki, avtomobil yolu da çəkilsin Ermənistanın nəzarəti altında olan Batı Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur koridorunun açılmasına etiraz eləmişdir. Sadəcə olaraq birkaç gün bundan öncə oradan bir olumlu bir fikir ortaya çıxdı ki, onlar da etiraz eləmirlər. Ancaq Zəngəzur koridorunun tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda arabaya oturub rahatlıqla Türkiyə oradan keçə bilərik
və Naxçıvana zaten keçə bilərik. Və bu eyni zamanda bölgə ölkələri üçün də yeni fürsət olacaq. Orta Asiya bu yolla öz mallarını daşıya biləcək Türkiyə daha qısa yolla, alternativ yolla və beləliklə bu Avrasiyanın yeni bir ulaşdırma projesinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Zəngəzur koridorunun adını da Zəngəzur dəhlizi biz qoymuşuq və artıq bu uluslararası leksikonuna da daxil edilibdir. Mən bilirəm ki, Avropa Birliyi bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa Birliyi Şurasının prezidenti cənab Charles Michel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu projeni çox dəstəkləyirlər. Yəni, həm Türkiyə, həm Azərbaycan üçün, bölgə üçün və o cümlədən Ermənistan üçün də bir yeni fürsət olacaq. Mən artıq dedim, onlar bu yolla Rusiya ilə, İranla, dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yox. Çünki bu proje haradasa ən azı 3 milyar dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, Naxçıvanla zaten İran arasında dəmir yol bağlantısı var, onlar istifadə edə bilərlər buna. Şimdi bir başka önemli koridor da Laçin koridoru. Şimdi şöyle bir iddia var, o iddianın doğruluğunu size sormak istiyorum. Ermenistan Dışişleri Bakanı, Laçin koridorundaki askerleri Karabağ'a gönderiyor şeklinde bir iddia var. Bu iddia doğru mudur? Əlbəttə, bu maalesef doğrudur və bunu biz bu yaxınlarda təsbit etdik. Və bizim Müdafiə Nazirliyi, yəni Savunma Bakanlığı birkaç gün bundan öncə rəsmi açıqlama verdi ki, buna son qoyulsun və Rusiyanın barışçıl qüvvələrin kontrolündə olan ərazilərə Ermənistandan silahlar və hərbiçilər göndərilə bilməz. Bu 10 Kasım üç tərəfli bəyanatına ziddir. Və maalesef bugünə qədər davam edir. Biz kaç dəfə şifai qaydada öz iradlarımızı bildirmişdik, ancaq bunun nəticəsi olmadı. Ona görə rəsmi qaydada biz bunu bildirdik. Lakin dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Bir yer var, oradan yuxarıdan bütün arabalar oradan məsafə bəlkə də 10 metrədir. Bizim orada təbii ki, texniki vasitələrimiz var, kameralarımız var. Biz Laçın koridoru ilə Rusiya barışçıl qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən arabalarının sayını dəqiqliklə bilirik. Və bu yaxınlarda bizim basında bu məsələ ilə bağlı açıqlama verildi. O cümlədən göstərildi ki, son bir ay ərzində deməli 11 Temmuzdan 8 Ağustosa qədər hardasa 5000-ə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni 20 min insan çıxdı oradan, 15 min insan girdi. Yəni insanların sayına qədər biz bilirik. Və təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir? Ermənistan yeni müharibəyə mi hazırlaşır? Əgər belədirsə, onda biz önləyici tədbirlər görəcəyik. Və mən bunu demişdim, bir də demək istəyirəm. Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını əzəcəyik. Bir dəfə də əzəcəyik və onlar üçün 2-ci Qarabağ savaşındakı məğlubiyyət dərs olmalıdır. Şimdi Güney Kafkasya'daki, özellikle Güney Kafkasya'daki düzende değişiyor. Bununla ilgili şimdi 3+3 formatı da konuşuyor. Siz nasıl bakıyorsunuz? Mən müsbət baxıram. Mən əziz qardaşım Sayın Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanla
bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formulu dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik ilişkilər yoxdur. Və bu Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, bölgəsəl işbirliyi üçün və istiqrarın sağlanması üçün və gələcəkdə müharibə riskini sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı ilişkilər çox önəmlidir. Və burada konkret projelər də müzakirə oluna bilər. Çünki bu sadəcə olaraq siyasi təşəbbüs deyil. Burada ilk növbədə nəqliyyat, yəni ulaşdırma, Zəngəzur koridoru, digər yolların açılması, çünki təkcə Zəngəzur koridorundan söhbət getmir, bizim Ermənistanla digər ulaşdırma projelərimiz ola bilər. Ondan sonra ticarət ilişkilərinin bərpası, Güney Qafqazda uzun müddətli barışın sağlanması. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil. Rusiya sülhməramlı missiyasının kontrolündə olan ərazidə yaşayan ermənilər, biz onları yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə 25 minin altındadır. Və əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çox millətli, çox konfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır. O cümlədən ermənilər də yaşayır. Bugün Bakıda erməni var. Kültüre de sahip çıkıyorsunuz. Burada bir Ermeni kilisesi var. Tabii, hiç evet. dokunulmamış, hiç bozulmamış. Evet, əksinə biz onu təmir etdik. O şəhərin mərkəzində yerləşir və oraya əgər indi kimsə getsə, görər ki, orada 5000-ə yaxın erməni kitabı var. Amma bizim camilərimizə nə yaptılar? 60-dan çox məscidimizi yerlə bir etdilər. Yəni, müqayisə üçün deyim. Ona görə bugün Xankəndidə və ətraf köylərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Onlar üçün bu daha böyük fürsətlər yaradacaq və genəlliklə Güney Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üç tərəfli ilişkilərin yaradılması üçün ilkin addımlar atılmalıdır. Biz buna hazırıq. Peki şu anda Karabağ, Azerbaycan için ve diğer devletler için aslında çok önemli bir noktada. Bu yeni düzende Rusya'dan bir beklentiniz var mı? Bir de İran sizce bu düzenin neresinde? Rusiyadan bəklentimiz odur ki, üç tərəfli bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üç tərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan başkanları imzalamışdır və onların böyük qismi artıq gerçəkləşib, amma bəzi məsələlər var ki, hələ ki açıqdır. Bəklentimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu kimi və Ermənistanın yaxın müttəfiqi kimi əlbəttə ki, bu bölgədə xüsusi rol oynayır, bu təbiidir. Və ümid edirik ki, bundan sonra da Rusiya bu bölgənin barışı üçün öz çabalarını xərcləsin və uzun müddətli barışı təmin etmək üçün addımlar atsın. Eyni zamanda bizim bəklentimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın və bu məsələni Rusiya tərəfinə biz çatdırmışıq. Bu bizi narahat edir. Müharibə başa çatır. Yəni ki, erməni xalqı da barışıb bu vəziyyətlə, erməni rəhbərliyi də barışıb, məğlubiyyətlə barışıb və
Ermənistanda keçirilmiş son parlament seçkiləri onu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yəni yönetim yenidən xalqdan oy alır. Və belə olan halda əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki bunu görmürük, müşahidə eləmirik, amma bəzi açıqlamalar oldu. Həm Rusiya tərəfindən, bir neçə gün bundan əvvəl Rusiya Müdafiə Naziri, Ermənistan Müdafiə Naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi sürəci başlamışdır. Bu çox narahat edici bir məsələdir. Bir də Ermənistanın yeni savunma bakanı çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi 1 santimetr Ermənistan sınırını ihlal etsə, o zaman onlar ateş açacaqlar. Yəni, ikinci Qarabağ savaşı görünür ki, hələ ki, dərs olmadı hər kəs üçün. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur. Xankəndidə, orada Rusiyanın sülh məramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir. Eyni zamanda bizim Ermənistanla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma genelliklə sabitdir. Ona görə bu məsələdə əlbəttə ki, biz istəyirik ki, Rusiya bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana pulsuz, parasız, milyarlarla dollar dəyərində silahlar verib. Onların bir qismi bizim Hərbi Qənimət Parkında indi dağılmış müze eksponatları kimi sərgilənir. Buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edildi. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Və yenidən bölgənin silahlandırılması sürəcinə biz təşəbbüskar olmamışıq və deyilik. Və ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar. İranla bağlı verdiyiniz suala cavabım elədir ki, İranın indi yeni yönətimi hakimiyyətə gəldi. Onlar bölgə ilə bağlı siyasəti formalaşdırmaqdadır. Hələ ki, təyinatlar olmadı və əlbəttə ki, ilkin bəyanatlar müsbətdir. Həm Azərbaycanla bağlı, həm qonşu ölkələrlə bağlı. Ancaq yəqin ki, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ ilə bağlı və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu bəkləyirik. Şimdi Rusya ile ilgili bahsettiğiniz konuya tekrar dönmek istiyorum. Aslında 2. Karabağ Savaşı'nın bir zafere dönmesinin sebebi de biraz Azerbaycan'ın izlediği doğru tutum. Şimdi son 30 yıl boyunca Azerbaycan aslında hem savunmasını hem silahlarını geliştirdi hem de Ermenistan kadar fevri bir tavır sergilemedi. Çok sabırlı ve özverili bir tavır sergiledi. Aslında bunun da zafere ulaşmasında etkili olduğunu düşünüyor musunuz? Əlbəttə, burada bir çox amillər, bir çox faktorlar rol oynadı. İlk növbədə əlbəttə ki, xalqımızın əzmi və barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, Cumhurbaşqanıyam və bütün bu illər ərzində deyirdim ki, biz nəyin baxasına olursa olsun torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq düzgün anda bunu etməliydik və etdik. Burada səhvə yol verə bilməzdik. Çünki bu tarixi məsuliyyətdir.
və ona görə zamanında atılan addımlar belə nəticə gətirib çıxardı. Xalqın barışmaz ruhu əlbəttə ki, əsas faktorlardan biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan çocuklar da bir arzu ilə, bir amalla yaşayırlar ki, getsinlər öz torpağına qayıtsınlar və ölümə gedənlər məhz onlar kimi minlərcə gənclər olmuşdur. Əlbəttə, ordumuzun gücləndirilməsi və son illər ərzində həm silah, texnika, təchizat, ən çağdaş texnologiya əsaslanmış silahlar alındı və ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya əlbəttə bir çox şeyləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əskərdir. O əgər getmirsə, heç bir silah sənə kömək etməz. Bu faktorlar bizi qələbəyə apardı və bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi. Bu torpaqları biz necə az itkilərlə azad edək və belə də oldu. Və heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi haradasa 3000-in altında olsun. Hər bir şəhidin həyatı qiymətsizdir. Ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi əlbəttə ki, onu göstərir ki, hər əskərin canını biz son ana qədər savunmaya çalışırdıq. Şimdi bazı katliamlarda özellikle öyle hikayeler var ki insanın canını acıtıyor. İnsanlık ihlali aslında bu. Ve uluslararası hukukun da belki bir şekilde Ermenistan tarafından Ermenistan'a uygulanmaması bu sorunun çözülmemesine sebeplerinden biri olabilir mi? Burada təbii ki, ikili standartlar əsas rol oynayır. Çünki Xocalı qətliamı, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Yəni, bu yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər. Və cəmi 13 ölkə Xocalı soyqırımını soyqırım kimi tanıyıb. Yəni, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi. Yəni, bizim səylərimiz, çabalarımız nəticəsində və eyni zamanda apardığımız təbliğat, yəni düzgün təbliğat, eğitim, sərgilər, təqdimatlar, bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılması rol oynadı. Və əlbəttə ki, bizim başqa ölkələrlə ilişkilərimiz, biz bir çox müttəfiq qazandıq son illər ərzində. Ancaq dırnaq arası sözdə erməni soyqırımını tanıyan, o saxta soyqırımını tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Və burada da aydın məsələdir ki, burada əsas faktor siyasi faktordur. Amma real soyqırımı görməməzliyə vururlar. Bu ədalətsizlikdir. Biz bu ədalətsizliklə çoxdan yaşayırıq, buna öyrəşmişik, təəccüb də eləmirik. Bizim əsas məqsədimiz öz məqsədlərimizə nail olmaqdır. Və birinci nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdir. Gecə-gündüz biz bu hədəfə doğru gedirdik və gəldik. İndi yeni hədəflər ortadadır. Bu qələbəni, bu zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, Ermənistan revanşist qüvvələrinə imkan verməmək ki, baş qaldırsınlar və azad edilmiş torpaqları yenidən qurmaqdır. Bunlar şu anda zaferden sonra yapmayı planladıklarınız. Peki Türkiye 2. Karabağ Savaşı'nda SİHA'larıyla birlikte destek yolladı. Türkiyə təkcə SİHA'ları ilə yox, Türkiyə hər tərəfli dəstək oldu və ilk növbədə
İkinci Qarabağ Savaşı'nın ilk saatlarında əziz qardaşım Rəcəb Tayyip Erdoğan'ın net açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdi ki, Türkiye Azərbaycanın yanındadır və Azərbaycan haqq işində Türkiye Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu bir çoxlarını bu məsələyə müdaxilə etməsindən çəkindirdi. Çünki bilmək olmurdu, bəzi ölkələr necə kendilərini aparacaqlar. Və bəzi ölkələrin İkinci Qarabağ Savaşı dönəmində sərgilədikləri siyasi tavır onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər. İşğalçının, zalimin, vəhşinin tərəfində idilər. Və heç bir izahat, heç bir məntiqə əsaslanan söz onların mövqeyinə təsir eləmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər. Sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq BMT tərəfindən, Birləşik Millətlər Dövlətləri tərəfindən verilir. Ancaq buna baxmayaraq bizə qarşı çox çirkin kampaniya aparılırdı. Şər böhtan kampaniya və biz bilirik ki, bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin, onun Cumhurbaşqanının və digər yüksək vəzifəli şəxslərin açıqlamaları, Savunma Bakanı, Dışişlər Bakanı, Məclis Başkanı, digər vəzifəli şəxslərin açıqlamaları əlbəttə bir çoxları çəkindirdi. Və əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraqdarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və can kaybının çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu şübhəsiz. Ancaq təkcə SİHA'lar deyil, biz Türkiyədən başqa silahlar da almışdıq, qasırğalar da var, ondan sonra araçlar da var, kobralar da var, yəni bir çox silahlar var və bu sürəc davam edir və maşallah Türkiyənin savunma sənayesi çox sürətlə gəlişir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq. Aslında şöyle de bir dayanışma oldu. Ne yazık ki geçtiğimiz günlerde Türkiye'de bitmek bilmeyen yangınlar baş gösterdi. Bununla birlikte hem Türkiye Cumhuriyeti ciddi bir savaş verdi ama Azerbaycan'dan da çok güzel destek geldi. Evet. Böyle doğal afetlerde ve zor zamanlarda iki devletin arasında dayanışma devam edecek diyebilir miyiz? Tabii, bu təbiidir. Yəni, dəfələrlə biz bunu demişik və mən dəfələrlə demişim ki, bugün dünya çapında Türkiye və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər indi axtarmaq istəsəz, bula bilməzsiniz. Yoxdur. Və bu birlik, dayanışma və qardaşlıq sözdə deyil, əməldədir. Və mən hər zaman deyirdim ki, ölkələr arasındakı ilişkilər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı laflar, yaxşı sözlər deyə bilər, yaxşı konuşmalar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiye bizim yanımızda durdu İkinci Qarabağ Savaşında və Türkiye faktoru olmasaydı, mən tam əminəm ki, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Və bizim dayanışmamız və bir-birimizə o edilən yardımlar təbii doğaldır. Çünki Türkiye bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Və əziz qardaşımla imzaladığım
Şuşa bəyannaməsi bunun elə bil ki, zirvəsidir. Yəni bizim ilişkilərimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi həmən biz hərəkətə keçdik, ekiblər göndərdik, aracılar göndərdik. Birkaç dəfə Sayın Cumhurbaşqanı ilə telefonla görüşdüm və sürəc içərisində əlavə biz həm ekip göndərdik, həm araçlar göndərdik. Bizim cəmi bir amfibiya uçağımız var. O da təmirdə idi maalesef. Və təlimat verdim ki, çox sürətlə təmir yekunlaşsın ki, biz onu göndərə bilək. Və təmir hələ 2 ay davam etməli idi, yəni plan üzrə. Amma onu biz bir həftə yəni saz vəziyyətə gətirdik və göndərdik ora. 93 yanğın söndürən araç, 700-dən çox yanğın söndürən və onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri, kendiləri bu faciəni, bu krizi öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar və Allah'a şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu bir daha bizim birliyimizi göstərdi və bir daha göstərdi ki, iş birliyi və dayanışma sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, Türk xalqı bu günlərdə kimin kim olduğunu yaxşı gördü. Sözlər, yaxşı açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri real həyatda özünü göstermedi maalesef. Şimdi ben buraya geldim. Biraz önce de bahsettiniz. Kendi memleketim gibi hiç yabancılık çekmedim. Kendi devletimmiş gibi. Ama benim dikkatimi çeken çok güzel bir ayrıntı var. Nereye gitsek Azerbaycan bayrağının yanında bir de Türk bayrağı görüyoruz. Ve çok güzel karşılanıyoruz. Yani bu konu hakkında siz ne düşünüyorsunuz Sayın Aliyev? Yani burada nasıl bir tutum var? Benim yaşadığım, ben çok memnunum. Bu yani neye dayanır? Özümüz mü acaba? Yani özümüz bir olduğu için mi bu şekilde acaba gidiyoruz? Bilirsiniz, bu bir günün hadisəsi deyil. Siz mənə söylədiniz ki, ilk dəfə Azərbaycandasınız, amma əvvəlki dövrlərdə gəlsəydiniz, görərdiniz ki, bu bizim üçün təbiidir, doğaldır. Və biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük çabalar xərclədik. Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda da elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, onların etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında ilişkilər necədir? Bəziləri bir-birinə düşmandır. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu böyük bir siyasətin təzahürüdür. Həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət oluşturuldu. Və son 18 il ərzində və ondan daha əvvəl mənim babamın dönəmində onun məşhur kəlamı var. Bir millət, iki dövlət. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmirlər. Bunun müəllifi Heydər Əliyev olmuşdur. O demişdi bu sözləri. Və bu sözlər bizim üçün bir işıqlı bir yoldur. Və bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə ilişkilərimizi gücləndirdik, yüksək səviyyə qaldırdıq və siz burada indi insanlarla təmaslar əsnasında görürsünüz ki, nə qədər böyük Türkiyə sevgi və məhəbbət var. Bu hər zaman belə idi. Amma 2-ci Qarabağ Savaşından bu daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir? Və bizim yanımızda olan ölkə Türkiyə idi və Pakistan idi. Bəzi ölkələrdən heç biz dəstək
ifadələri də duymadıq. Halbuki biz haqlıydıq və biz yenə də deyirəm, öz torpaq bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir, doğaldır və birliyimiz də əbədidir və yeni nəsil, gənc nəsil, bax sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, hər gün çalışmalısan bunun üzərində. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var və Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl faktordur. Bəlkə də nə vaxtsa kürəsəl faktora çevriləcək. Ola bilər, çünki indi bizim artıq başqa ölkələrdə də müttəfiqlik ilişkilərimiz formalaşmaqdadır. Bəzilərini bu narahat edir və çalışacaqlar ki, aramıza girsinlər. Çalışacaqlar ki, provokasyonlar, təhribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir və bu yol əbədi olmalıdır. Bugün babanız Haydar Aliyev'den de çok bahsettik. Kendisini de saygıyla ve rahmetle anmak isterim. Samimiyetimle haddimi aşmazsam bir soruyu çok merak ediyorum. Son sorum. İkonik bir açıklamanız vardı zaferden sonra. Ne oldu Paşinyan diye. Orada bütün samimiyetinizle aslında hepimizi çok da hem sevindirdi, hem güldürdü, hem duygulandırdı. Çok güzel bir açıklamaydı. Bu şimdi kamuoyuna yaptığınız bir açıklamaydı ancak evde, özel hayatınızda bu sevinci nasıl yaşadınız? Bilirsiniz, bu söz kendi kendine ortaya çıktı. İçten gelen, o çok belli. İçten gelen, evet. Çünkü bu muharebeden sonra yok, muharebe döneminde bu ne oldu Paşinyan sözü çıktı ve sonra indi deyirlər mem oldu da. Ve aslında ben doğrudan da yani yine de bu sualı vermək istəyirəm. Ne oldu Paşinyan? Evdə isə mən sizə deyim ki, müharibə bitəndən sonra Mehriban xanım bir ricada bulundu. Dedi, sən Allah, da ne oldu Paşinyan söyləmə. Da bitir bu işler. Her şey bitti, bu da bitsin. Tabii ki biz sevinç içindeydik ve her gün hem sevinçli hem kederli anlar yaşayırdıq. Çünkü muharibenin ilk gününden biz artık zəfər əldə etdik. Muharibenin ilk gününde bir neçə köy azad edildi ve ordumuza da moral verdi, özümüze də əminlik verdi ve inan verdi. Ancaq hər gün biz insanlarımızı kaybedirdik. Hər gün şəhidlər verirdik və hər gün mənə verilən o məlumat, o rapor bizim necə deyək, içimizi yandırırdı. Hər ölən bizim evladımızdır. Hər həlak olan qiymetsizdir o həyatı, o təkrar olunmazdı. Onun üçün, yaxınları üçün, valideynləri üçün, anaları, babaları üçün faciədir, çocukları üçün faciədir. Amma eyni zamanda hər gün zəfərlə dolu anlar yaşamışdı. Yəni bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevinçli idi və bütün Azərbaycan xalqında bir inan var idi ki, biz bunu edəcəyik. Müharibənin ilk günlərində bilirəm ki, bəziləri düşünürdü ki, acaba duracaqmı, durmayacaqmı? Durduracaqlarmı, durdurmayacaqlarmı? İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi? Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcək və müharibə dövründə mən dəfələrlə ne oldu Paşinyanla beraber deyirdim ki, Paşinyan kendisi mənə tarix versin, təqvim versin. Ne zaman bizim torpaqlarımızdan rədd olur. Və həmən gün biz müharibəni dayandırırıq. Belə də oldu. 9 Kasımda
o tarihi verdi. 10 Kasım'da gece kapitülyasiya aktı, yani təslim aktı imzalandı və biz dayandıq. Yəni yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq. Biz hərbi cinayət törətmədik. Biz müharibəni ləyaqətlə apardıq. Sivilləri vurmadıq. Hətta erməni əskərlərini lazımsız yəni yerə məhv etmədik. Və müharibədən bir ay sonra böyük bir sabotaj qrupu göndərilmişdi bizim torpağımıza. Onlar həbs olundu. Halbuki məhv oluna bilərdilər. Çünki onlar bizim 4 hərbiçimizi öldürdülər. Amma biz onları dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun. Müharibə də, sivil həyatda, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır. Ona görə indiki şəraitdə əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq 2-ci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq. Peki, çok teşekkürler bilgilerden dolayı. Zaman ayırdığınız için Sayın Ev, tekrar çok teşekkürler. Sağ olun, sizə təşəkkür edirəm. Və CNN Türkiyə də xüsusilə təşəkkür etmək istəyirəm. Çünki 2-ci Qarabağ savaşında sizin müxbirləriniz ən qaynar nöqtələrdə idilər. Atəş altında reportajlar verirdilər, canlı reportajlar verirdilər. Böyük fədakarlıqla, böyük sevgi ilə, böyük məhəbbətlə və deyə bilərəm ki, 2-ci Qarabağ savaşında biz Türkiyə basın mənsublarını özümüz üçün yenidən kəşf etdik. Yenidən kəşf etdik. Allah bir daha yaşatmasın ama yine olsa yine yanınızda oluruz. Sağ olun. Tekrardan çok teşekkürler Sağ olun, Sayın Aliyev. teşekkürler.